Salam, hamınızı xoş gördük. Ümid edirəm ki, çox yaxşısınız. Bugün sizinlə insanın özünü biraz qəribə hiss etməsi ilə başlayan 6 mərhələlik böyük bir yoldan danışacağıq. Bu məhz insanın şuurunun, ruhunun oyanışa başlaması mərhələsidir. İnsan öncəliklə özündə bir qəribəlik hiss edir. Sanki öncəki mexanizm işləmir. Yəni, indiyə qədər içində olduğu kollektiv, iş, ailə, dostlar, qohum-əqraba, bütün münasibətlər artıq onu xoşbəxt etməməyə, qane etməməyə başlayır və insanın bilmədiyi bir şey olduğuna görə, hələ bunun nə demək olduğunu anlamadığına görə həmin dönəm biraz çalxantılı, biraz can sıxıcı keçə bilir. Çünki insan bu dönəmdə özü ilə davamlı danışıqda olur, daxili dialoq gedir, bir şeylərin qaydasında olmadığını düşünür. Və içində olduğu mühit, yəni kollektiv, dost, ailə, hər hansı bir mühitdə artıq oranın qane etmədiyini düşünür. Ola bilər ki, oradakı insanlarla artıq söhbət uyğunlaşmır, danışılacaq mövzular artıq bir-birinə uyğun deyil və yaxud da ümumiyyətlə özünü oraya aid hiss etməmə başlayır və burada insan özü ilə belə bir dialoqda olur ki, axı nə oldu? Mən indiyə kimi burada xoşbəxt idim, bu mənim gerçəyim idi. Deyək ki, bu kollektiv, bu iş, bu ailə, bu dostlar, bu ixtisas, bu mənim seçimim idi. Və insan özündə bir şübhəyə düşür ki, bəs niyə indi xoşbəxt deyiləm? Mən özüm seçmişdim, özüm bilərək bu seçimləri etmişdim. Axı niyə mən indi burada xoşbəxt deyiləm? Və bu düşüncələrlə birlikdə insan özünü çox yorğun hiss etməyə başlayır və elə düşünür ki, biraz istirahət etsə hər şey düzələcək. Amma bu nə yorğunluq deyil, nə depressiya deyil, bu şuurun oyanışa başlaması deməkdir. Və bu oyanışın başlaması ilə, yəni insanın özünü qəribə hiss etməsi ilə başlayan bu yolda artıq indiyə qədərki olan həyat tərzi sənə maraqsız gəlməyə başlayır və özünü mühakimə edirsən ki, axı bu nə idi mən belə yaşayırdım. Yəni orada o zamana qədərki sənin idealın, edə bildiyin ən yaxşı hal belə olsa, indi artıq yeni bir dalğada, yeni bir kimliyə keçdiyinə görə ora səni qane etmir. Artıq ora sənə maraqsız gəlir. Öncəki vərdişlərin, hobbilərin, etdiyin şeylər maraqsız gəlməyə başlayır. Söhbətlər artıq səni qane etmir və komfort zonanı eşitmiş olarsınız. Narahat edən komfort zona. Yəni insan bir komfort zonaya düşür, orada rahatdır. Amma əslində o rahatlıq səni stabil saxlayan, səni hətta geriyə çəkən bir rahatlıqdır. Sənin önə çıxmağına mane olan bir rahatlıq dönəmidir və həmin o rahatlıq artıq səni narahat etməyə başlayır və düşünürsən ki, axı mən yerimdə sayıram, axı mən daha da geriyə gedirəm. Demək ki, burada nəsə var. Mən nəyisə doğru etmirəm. Baxın, artıq o rahatlıq insanı narahat etməyə başlayır və em, biraz da daha mənəvi yollara yönəlir insan, daha dərinlik axtarır. İndiyə qədər olanlarda, indiyə qədər başına gələn hadisələrdə, yaşadıklarında artıq başqa bir məna axtarmağa çalışır. Yəni heç nə sadəcə və ya boşluqdan ola bilməz deyə düşünür. Yəni mənim bu yaşadıklarımın bir anlamı var, bir anlamı olmalıdır. Amma həmin anda onu dərk də eləyə bilmir insan. Amma bir sual altında qalır. Orada çoxlu suallar meydana çıxır ki, nə baş verir? Və bu təbii ki, insanın ruhunun, zehninin, şüuraltının bir inkişaf çağrısıdır və insan artıq buna cavab verməyə başlayır. Enerjide bu dəyişim başlayır və insan bunun arxasınca getdikdə artıq bu dayana bilmir və podkastın öncəsində dediyim kimi 6 mərhələlik bir yola girir. İndi gəlin sizinlə baxaq görək burada nələr baş verir. Ümumiyyətlə ilk dəyişiklik hissini mən sizinlə danışdım. Öncəsində bir dəyişiklik olur. Anlamırsan nə baş verir, amma bir şeylərin dəyişdiyini anlayırsan, artıq yaşadığın şeylər sənə sıxıcı gəlməyə başlayır. Enerji sahən kiçilir sanki və indiyə qədərki olan vərdişlərin, sənin indiyə qədərki həyat tərzin artıq sənə xidmət etmir. İnsanın özünü boşluqda hiss etməsi var. Bunu yəqin ki, hiss etmişsiniz, aranızda bunu hiss edənlər olub. İnsanın özünü boşluqda hiss etməsi bax bu dövrə uyğun gəlir. Çünki nə
Köhnə zövqlərdən həzz ala bilmirsən, köhnə yaşam, köhnə mexanizm sənə xidmət etmir. Yeniyə isə formal adapte ola bilmirsən, onu formalaşdıra bilmirsən və havada qalırsan, sanki boşluqdasan. Sənin nəyin xoşbəxt edəcəyini bilmirsən, sənin nəyin yaxşı gələcəyini bilmirsən. Belə bir havada qalma dönəmi olur. İlk siqnallardan sonra münasibətlərin səni biraz sıxa bilər. Bu dönəmdə ayrılma siqnalları gələ bilər. Bir münasibəti bitirmə dönəmi başlaya bilər və yaxud da ə, münasibət yoxdursa, deyək ki, indiyə qədər düşünürsən ki, yox mən münasibət istəmirəm, amma bu yerdə bir fərqindəlik gəlir ki, niyə də olmasın? Mən çox xoşbəxt bir münasibət yaşaya bilərəm axı. Yəni görməyə başlayırsan. İndiyə qədər görməzdən gəldiyin şeylərə daha diqqətli yanaşmağa başlayırsan. Çünki indiyə qədərki yaşam artıq sənə yaxşı hiss etdirmir. Yeni bir şey istəyirsən və bu yeniliyin nədən ibarət olacağı barədə heç bir fikrin olmur. Amma bu yolda davam etdikcə bunların hamısı artıq öz yerini tapır və formalaşır orada. Və bu dönəmdə insanların əlbəttə ki, qorxduğu bir sistem ortaya çıxır. Bu ona görə bir qorxudur ki, insan bilmədiyi bir şeydən, ümumiyyətlə beynimiz bilmədiyi şeylərdən qorxur. Bildiyin şey sənin üçün güvən verir. Ora hər nə qədər zərərli də olsa, ora sənə hər nə qədər ziyan vursa da, sənə tanış, yəni dırnaq arasında tanış yer olduğuna görə sənə təhlükəsiz gəlir və oranı tərk etmək istəmirsən. Amma yeni olan şey bilmədiyin bir şeydir. Sənin üçün çox yaxşı ola bilər, çox gözəl fürsətlər ola bilər, çox gözəl şanslar ola bilər, amma bilmədiyin bir şeydir və zehnin burada özünü güvənsiz hiss edir, təhlükədə hiss edir və sənin o yeni olana getməməyin üçün çox fərqli-fərqli hadisələr ortaya çıxır, situasiyalar baş verir. Bunu başqa podkastda çox geniş danışarıq. O bambaşqa bir mövzudur. Burada biraz yığcamlaşdıraq. Bu qorxu anında məsələn belə deyək də, ən aydın şəkildə dediyim o boşluq hissini dedim bayaq sizə. İnsan özünü boşluqda hiss edir, havada hiss edir. Haraya aidsən, aid olduğun yer buradırmı görəsən? Mənim təcrübəmdə aldığım suallardan, seanslarda, xanımlarla çalışdığımız anlarda, ümumiyyətlə proqramlarımızda ən çox gələn insanları narahat edən şeylərdən biri budur ki, deyirlər ki, Leyla xanım, mən özümü olduğum ailəyə aid hiss etmirəm. Dostlarıma aid hiss etmirəm. İndiyə qədər deyir ki, məsələn 5 il bir təcrübəm var eyni iş yerində, amma özümü ora aid hiss etmirəm. Bu aid hiss etməmə dönəmi məhz bu inkişaf dönəmi ilə bağlıdır. Və burada qorxu necə rol oynayır? Artıq ora aid hiss etmirsən. Yeni bir şey lazımdır, düzdür? Yeni insanlar, yeni çevrə və yeni çevrə üçün deyək ki, o işindən ayrılmalısan, hansısa bir münasibəti bitirməlisən, biraz kənarlaşmalısan. Bu qorxudur, qorxur. Zehnimiz bundan qorxur. Dedik ki, bilmədiyi şeydən qorxur bizim zehnimiz. Və yeni dostluqlar, yeni çevrələr qorxutduğuna görə ora getmirsən. Əgər ora getmirsən və öncəki mexanizmdə qalmağa davam edirsənsə, burada böyümə dayanır. Burada inkişaf dayanır və sən düşürsən bir döngüyə. Davamlı elə şeylər olacaq ki, sən orada insanlarla sınanacaqsan, orada fərqli-fərqli situasiyalar olacaq, sən sınanacaqsan və onlarda səni xoşbəxt hiss etdirməyən bir şeylər olacaq. Və bir yerdə başa düşəcəksən ki, deyəsən mən döngüdəyəm. Niyə mən hər dəfə eyni problemlər yaşayıram? Çünki girdiyin inkişaf yolunu qorxuya görə dayandırdın. Yeni bir şeyə keçməliydin. Yeni bir iş, yeni mühit, yeni çevrə, yeni ev, yeni münasibət, amma sən getmədin. O yeni yola keçmədiyinə görə, köhnə yolda qaldığına görə orada döngüyə düşürsən. Oradan o dərsini alıb yeniyə keçməlisən. Daha sonra ə, bəzən, dedim ki, olduğun dostluqlar, olduğun, cəmiyyət sənə xoş gəlməməyə başlayır. Onlarla etdiyin söhbətlər, onların fikirləri sənə çox səthi gəlməyə başlayır və bu dönəmdə bir çox dostluqlar bitir. İnsanlar neçə ildir aid olduğu, içində böyüdüyü ortamları tərk edir. Dostluq ortamlarını. Burada 2 sahəni ayıra bilərik biz. Belə ki biri var ki, səni həqiqətən də geri çəkən bir çevrədir. Orada inkişaf yoxdur. Orada hamı sadəcə gününü keçirir və
sənin də inkişafına əngəl olurlar. Elə çevrələrdən ayrılmaq olar. Amma bir də bu məsələ var ki, ortada həqiqi bir dəyər varsa, bir dönəm həmin dostluqlar sənə biraz səthi gələ bilər. Çünki eyni frekansda deyilsiniz. Çünki hazırda oradakı insanlarla eyni duyğuları bölüşmürsən. Amma sənin onlarla aranda bir dəyər bağlantısı var, bir dəyər bağı var. Ona görə oranı kəsib atmağa tələsməyin. Siz yeni bir frekansa keçə bilərsiniz. Amma onlarla da o dəyəri qoruyub saxlaya bilərsiniz. Ona görə bu dəyişim anında kimləri buraxacağınıza doğru qərar verin. Yaxşı düşünün ki, onlar sizə zərər verirmi? Əgər zərər verirsə, hə, onlardan ayrılın, o ortamlardan çıxın. Amma müəyyən dönəmlik sizə səthi gəlmələri biraz da sizin eqonuzun sizə oynadığı bir oyun ola bilər. Zehnin oyunu ola bilər ki, bəs mən filan şey dərin düşünürəm, onlar elə deyil. Bu tamamilə eqonun oyunlarıdır. Əgər orada bir dəyər varsa, sən oranı tərk etməməli, onlardan uzaqlaşmamalısan. Çox diqqətli olun. Ümumiyyətlə, dost həyatda insana çox lazım olan bir münasibət növüdür və həyatınızda varsa dostluqlarınız, dəyərini, qiymətini bilin. Daha sonra bu qorxduğumuz anlardan biri insanın özünə bağlı olan, emm belə deyək, ən sevdiyin şeylər, ağız dadın dəyişir, geyim tərzin dəyişir və əvvəlki heç nə səni qane etməməyə başlayır. Və qane etməməklə birlikdə insanın özünü bir küçümsəmə dönəmi olur. Yəni, ay bu nədir mən bəyənmişəm, ay bu nədir mən geyinmişəm şəklində etdiyin şeylər sənə mənasız görünməyə başlayır və burada bir qırmızı nida ilə diqqətinizi çəkmək istəyirəm. Burada diqqətli olmaq lazımdır ki, bu yol səni öz güvənsizliyə apara bilər. Çünki insanın özündə olan bir şeyi ciddi şəkildə mühakimə edib, ciddi şəkildə onda bir səhv görməsi özgüvənsizliyə, öz dəyərə apara bilər. Öz dəyəri aşağı salmağına apara bilər. Ona görə diqqətli olmaq lazımdır. Yəni belə bir şeylər baş verirsə hazırda bilin ki, bu ruhun oyanış mərhələsinə görə siz bunları yaşayırsınız. Və insanın çox ciddi həssaslıq dönəmi olur. Emosional olaraq çox həssas olursunuz. Hər söz sizə toxunur. İnsanların hər hərəkəti sizə toxunur və hər şeyi şəxsinizə qəbul edirsiniz. Çünki boşluqdasan. Öncəki səni artıq qane etmir, sənə xoş gəlmir, amma yeninin nə olduğunu da bilmədiyinə görə bir həssaslaşma dönəmi olur. Özünüzü təhlükədə hiss etməyin. Bütün bunlar baş verə biləcək şeylərdir. Və burada bayaq da qeyd etdiyim kimi enerjini düzgün yönləndirmək, öz frekansını qorumaq və ağıllı qərarlar vermək lazımdır. Yaşınızın neçə olmasından asılı olmayaraq bunu qoruya bilərsiniz. Çünki insan ilk addımda nə baş verdiyini anlamır deyə qorxuya düşür və bu qorxuyla insan, əm, belə deyək, fərqində və daha real baxa bilmədiyinə görə duruma, burada bir depressiv hallar başlaya bilər ki, ay mən özümü əvvəlki kimi hiss eləmirəm, heç nəyin dadı yoxdur, mən həyatdan zövq almıram. Belə-belə düşüncələrlə insan özünü depressiyaya sürükləyə bilər. Belə bir depressiv hallar yarada bilər. Amma bu yenə də zehnin oynadığı bir oyundur. Enerjini düzgün idarə et və bir şeylər dəyişməlidirsə onu dəyiş. Geyim tərzindən başla, qidalanmandan başla, yuxu rejimindən başla, idmandan başla. Yəni bir şeylə başla ki, qoy o dəyişim davam etsin. Ümumiyyətlə sadəcə zehndə düşünməklə bir dəyişimi başlatmaq, onu böyütmək çətin məsələdir. Hərəkətə keçməlisən. Onun üçün bir şeylər etməlisən. İşini böyütmək istəyirsənsə hərəkətə keçməli, yeni şeylər tətbiq etməlisən. Nəyisə orada xüsusi bir dəyər qatmalısan. Münasibətində dəyişiklik istəyirsənsə, sadəcə düşünməklə olmayacaq. Jestlər edəcəksən, onu daha çox düşünəcəksən, özünü daha çox düşünəcəksən, ikinizin zövq aldığı şeyləri daha çox düşünəcəksən və orada bir dəyişimi başladacaqsan. Yəni o düşündün, nəyinsə lazım olduğuna qərar verdin və onu edirsən. Baxın, bu şeylər, hərəkətə keçmək bizi o depressiyadan uzaqlaşdırır və bizi inkişafa aparır. Məsələn, bu iş həyatında, özellikle 20'li yaşlarda insanların hayatında bu olabilir. 30'larda da olur bu arada. Bir iş yerindədir və bir dəyişimi başlayır. Bir inkişaf mərhələsinə keçib şuuraltı oyanma mərhələsindədir və işindən zövq almamağa başlayır və düşünür ki, bura mənim üçün yanlış yerdir, mən yanlış qərarlar vermişəm, mən burada olmamalıydım. Yəni olduğunuz yeri də dəyərləndirmək lazımdır.
Əgər bu gün deyək ki, artıq səni qane etmirsə, bu gün olduğun yer sənə yüksək həzzi vermirsə, sən oradan yüksək faydanı ala bilmirsənsə, bu ora "Ay, çox pisdir, yox, bura bərbaddır" deyib oranı pisləmək lazım deyil. Hazırda oradan çıxa bilmirsənsə, oranın da minnətdarlığında ola bilmək lazımdır. Orada ilişib qalma, orada geriləmə, oranın haqqını ver, orada edə biləcəyin ən gözəl şəkildə işini gör. Münasibət, dostluq, karyera fərqi yoxdur. Ən yaxşı hala gətir. Artıq yeni bir şeyə ehtiyacın olduğunda hiss edirsənsə, yeniliyə də hazırlaş, o yeniliyə də hazırlaş. İşimi dəyişmək lazımdır. Nəyi artıra bilərsən özündə, ona baxacaqsan. Münasibət artıq görürsən ki, ım, sənə zərər verir və burada bir sanki yolunda getməyin bir şeylər olur. İndi bu o demək deyil ki, sən birdən-birə bütün münasibətləri kəsməlisən. Doğru analizlərlə özünü və enerjini doğru idarə edərək, orada böyük bir enerji itkisinə yol vermədən yeni münasibətlərə keçə bilərsən. Yəni qırıcı bir şəkildə qopmadan, aqressivliyə ehtiyac olmadan bunları idarə etməyi bacarmaq lazımdır. Və bayaq danışdıq ki, insan yeni yola getmədikdə olduğu yerdə qalır, hətta ondan da daha mənfisinə gedir. Burada bir dənə məsələ ortaya çıxır. İnsanın özünü layiq hiss etməməsi. Yəni həyatınızda yaxşı bir şeylər baş verməyə başlayırsa, formalaşırsa, artıq bunun fərqinə varırsınızsa ki, yaxşı bir şeylər baş verir, o zaman çox təəccüblənməyin, çox şoka düşməyin. Mən buna layiqəm və bu baş verir. Mən bunun üçün çalışdım, mən bunu istədim. Yəni bunu istəmədim, çalışmadım. Yəni nəticədə mən buna layiqəm və mən bunu yaşayıram. Bu zehin səviyyəsində qaldıqda o zaman daxildə ziddiyyətlər yaranmır. İnsan köhnə həyatına zorla özünü qaytarmır. Layiqəm enerjisi bax bu yerdə insana çox güclü kömək olur. Yəni sadəcə sözdə hə mən hər şeyin ən yaxşısına layiqəm demək bizi çox da nəticəyə aparmır. İçdən-içə buna inanmaq, sənə gələn yenilikləri, sevincləri, şansları və fürsətləri buna layiq olduğuna görə yaşadığını da anlamaq, qəbul etmək, dərk etmək lazımdır. Əlbəttə ki, minnətdarlıqla, böyük bir şükr enerjisi ilə. Amma şoka düşmədən belə deyək. Daha sonra bunu doğru idarə etdikdə artıq bədəndə stress və narahatlıq üzə çıxmır. Çünki sən zamanında enerjini doğru idarə etdin, özünü geriyə qaytarmadın. Bayaq dedim, yəni o yeni yola keçməsən döngüyə girirsən, köhnəyə qayıdırsan, yenə eyni şeyləri yaşamağa davam edirsən. Bax bu əlbəttə ki, bədənində stressi, narahatlığı, gərginliyi artıracaq və yenə də özünü xoşbəxt hiss etməyəcəksən. Daha çox düşünəcəksən ki, nə baş verir, niyə belə olur, mən niyə bunu yaşayıram? Amma o onların dəyişməsinin qapısından qayıtmışdın. Tam qapıdaydın. Qapını açsan, hər şey dəyişəcəkdi, dəyişə bilmədin, belə deyək. Amma o qapını açsan, o dəyişimə getsən, həyatında ən azından bir şeyi belə dəyişməyə başlasan, bax o zaman o stress və narahatlıq azalacaq. Və bu stress və narahatlığı da azaltdığına görə artıq sənin o transformasiyan başlayacaq. Bundan öncəki podkast epizod 1-i dinlədinizsə, orada real transformasiyadan danışdıq ki, nələr olur, nələr baş verir. Bu anda sən artıq doğru yönləndirməklə, öz zehnini idarə edərək yeni bir mərhələyə şüurlu şəkildə keçdiyin zaman bax o zaman dəyişim başlayır. Yəni sənin sadəcə düşüncəndə dəyişmədi, sadəcə enerji sistemində dəyişmədi. Sən eyni zamanda bunu sistemə ötürdün, davranışına ötürdün. Bax bu gerçək bir transformasiyadır. Yəni sən zehnində o qədər düşün ki, mən hər şeyin ən yaxşısına layiqəm, mən ən yaxşıyam, mən ən gözələm və bunu düşünürsən, amma sözdə buna ə, çox inanırsan, amma ki, hərəkətdə bunu qətiyyən etmirsən. Deyək ki, daha çox hazırlaşmalısan bir şeyə, daha çox diqqət ayırmalısan, amma bunu etmirsən. Bax o zaman orada bir təzad yaranır.
Layiqəm deyirsən, amma layiq olduğunu əldə etmək üçün heç bir cəhd göstərmirsən. Sadəcə qəbullanırsansa ordakı, hə, mən layiqəm əslində, məsələn, bax filan-filan şeylər olmasaydı, mən o şeyi əldə edərdim. Tamamilə bəhanələrə gedirsən. Çünki eqon sənin bir şeylərə layiq olmadığını qəbul edəcək gücdə deyil. Ancaq özünü aldadacaq, sakitləşdirəcək ki, yadınıza salın, zehnimiz yenilikdən qorxurdu və səni köhnəyə aparır ki, "Heç nə işin var oralarda? Gəl bu öz yerimiz yaxşıdır da, gəl burada qalaq. Nə başını ağrıdırsan?" Bax, belə bir şey baş verir. İndi bunları insan sözlü şəkildə özü ilə danışmasa da, gedən proses budur. Yüzlərlə, minlərlə insanda bu şəkildə davam edir. İndi bu deyək ki, bu mərhələyə qədər gəldiniz. Oyanışda öncə qəribə hiss etdiniz, sonra olduğunuz yer sizə dar gəlməyə başladı. Daha sonra artıq qorxularınıza qalib gəldiniz, qorxuları yendiniz, yeni bir yolu seçdiniz, enerjini doğru yönləndirməyi də öyrəndiniz və artıq transformasiyanız başladı. İndi ə, burada nə olur ki, nə etməliyəm ki, mən bu transformasiyanı həqiqətən yaşayım? Yaxşı, nə etməliyəm? Okay, deyirsiniz ki, mən bu mərhələyə keçməliyəm, o qorxunu yenməliyəm. Bəs necə olacaq? Yəni orada mən nəyi görməliyəm? Nəyə əsasən bunu bacaracağam? İndi gəlin burdan danışaq. 20 dəqiqədir məhz bu hissəyə hazırlıq görürük. Ən birincisi oyanış yolunda öyrənəcəyiniz şeylərdən biri qəbul etmək olacaq. Qəbullanmaq. Yəni bunu bir növ üsyan etməmək kimi də başa düşə bilərsiniz. Olana razı gəlmək, başına gələnlərə razı gəlmək və indi hazırda onun niyə olduğunu başa düşməsən belə, onun fonunda böyük bir səbəbin olduğuna inanmaq, bunu başa düşmək ki, həqiqətən də belədir. Buna bax, bu qəbullanmanı yaşamadıqca insan dəfələrlə döngüyə düşür. Münasibət barədə döngüyə düşə bilərsən, pul barədə döngüyə düşə bilərsən, dostluqlar, münasibətlər, rifah, zənginlik, karyera, yəni nədəsə bir şeydə döngüyə düşəcəksən. O vaxta qədər ki, artıq qəbullanacaqsan ki, hə, mən hər şeyi qəbullanıram, bundan sonra axışda olacağam, necə lazımdırsa sadəcə həyatıma davam edəcəm ki, gözəlliklər həyatıma gəlsin. Yoxsa biz, yox mən çox yaxşı insanam, niyə bunu yaşadım, yox elə oldu, yox belə oldu deyə düşündükcə çox təəssüf ki, oradakı o dəyişimi yaşada bilmirik. O yaşadığımız fərqindəlik var idi, oyanış. Onu transformasiyaya çevirə bilmirik. Fiziki olaraq da o dəyişmiş insanı əldə edə bilmirik. İndi burada ikinci bizim çox belə böyük əlimizdə bayraq olaraq tutacağımız şey yaşadığımız çətinliklərin, ağrının, acının əslində ağrı-acı olmadığını qəbul edib, bunun tam olaraq bir inkişaf olduğunu qəbul etmək. Yəni çox belə qaralar bağlayan, çox ah-vaylar edən insanlar yəqin ki, tanıyırsınız. Bəlkə də siz də onlardan birisiniz. Özünüzü dürüst və real şəkildə analiz edin. Yəni ancaq belə düşünür ki, dünyanın ən bədbəxt insanıyam, hər şey mənim başıma gəlir, əşi mənim bəxtim yoxdur, heç bunda da bəxtim gətirməyəcək. Bax, bu düşüncədə olduqda o transformasiyanı yaşamaq olmur. Sən bunun ağır-acı yox, inkişaf olduğunu başa düşməlisən. Hər çətinlik, hər problem bizə bir inkişafı göstərir, bir işığı göstərir. Yəni sən onu həll edirsən. Yəni düşünün ki, necə riyaziyyatda məsələlər həll edilir. Elə bilin ki, həyatınızda da belə məsələlər atılır önümüzə. Onu həll edib növbəti hissəyə keçməliyik. Sanki oyun atlayırmış kimi. Və inanın mənə, ə, bunun qəbullanma tərəfi və dəyişimin bu mərhələsini ağrı-acı yox, məhz inkişaf olaraq gördükdə hər şey daha asan olmağa başlayır. Çünki insan artıq qəbul edir ki, hə, demək ki, mən burada, yəni belə deyək də, özünü çox dramalara qapdırıb, çox ahvaylar etməkdənsə, yaxşı, mənim başıma bu gəldi, mən özümü çox pis hiss etdim. İndi mən nə edim ki,
Bu bir daha mənim başıma gəlməsin. Mən bir daha özümü bu qədər aciz hiss etməyim. Mən bir daha özümü bu qədər pulsuz durumda saxlamayım. Mən bir daha heç bir münasibətdə bu qədər tənha hiss etməyim. Baxın, bu növbəti bir transformasiya mərhələsidir. Bunu sadəcə sənin başına gələn ən bədbəxt hadisə olaraq qiymətləndirmirsən, inkişaf yolu olaraq görürsən ki, hə, deməli mənim burada öyrənməli olduğum nəsə var. Mən bir daha bu duruma düşməmək üçün nə isə öyrənməli, nə isə tətbiq etməliyəm. Həyatın bütün sahələrinə aiddir bu. Daha sonra davamlı öz düşüncələri üzərində analizlər aparmaq. Məsələn, bir şey düşünürsən və bir düşüncə fırtınasındasan, bir xaosun ortasındasan. Zehnində o qədər düşüncə artır. Onu deyirsən, bunu deyirsən. Çox məşhur bir fikir var idi ki, qabları yuyanda 5 nəfərlə dalaşdım, 3 nəfərə sözümü dedim, 2 nəfərin payını verdim, sarı əskini yudum, artıq rahatladım. Belə gülməli olaraq paylaşılan bir şeydir. Amma bu tam bir insanın özünə etdiyi bir fəlakətdir. Yəni özün özün üçün elə bil bir fırtına yaradırsan. Orada onun fərqinə vardığın anda stop. Özünə deyirsən ki, biz bunu artıq müzakirə etmişik. Dayandırırsan. Biz bunu artıq müzakirə etmişik. De və gözlə ki, gör növbəti zehnində hansı fikir keçir. Amma həqiqətən gözlə. Gör hansı fikir gələcək. Görəcəksən ki, o fikir gəlmir. Artıq növbəti neqativ gəlmir. O anda yaxşı bir şey düşünməyə başla. Məsələn, özünə belə de. Biraz da əyləncə qat. Bugün mən yaxşı bir şeyini yaşamışdım. Bugün mən nəyə gülə bilərəm? Yəni o anda gülməyə özünə bir səbəb tap. Bir şükür və minnətdarlıq anın olsun. O anda biraz çətin ola bilər, çünki o emosiyalara qapıldıqda insan elə bilir ki, hə, hamı pisdir, sən ən yaxşısan, hamı gəlir sənə bütün pislikləri eləyir. O anda yaxşı düşünmək biraz çətin olur o durumda olarkən. Amma sən heç olmasa gülməyə bir şey tap. Özün üçün, hə, bugün gülməli nə olmuşdu, bugün mən nəyə gülə bilərəm? Bunu düşünürsən və o gələn fırtınanın, düşüncə fırtınasının qarşısını alırsan. Bu isə sənə şuuraltı ilə işləmə şansı verir. Öz düşüncənin üzərində işləyirsən. Dəfələrlə qayıdıb gələn o neqativ düşüncəni yenidən elə bil ki, xarab yemək kimi isidib ortaya qoymursan. Öz şuuraltı ilə işləmək, öz düşüncələri üzərində işləmək, baxın belə bir şeydir. Yəni hər şeydə bəzi izləyicilərim var, məsələn, gözləyirlər ki, ancaq çalışma eləsinlər, ancaq çoxlu-çoxlu yazılar olsun. Amma bu həmişə dəyişimə aparmır bizi. Bəzən sadəcə öz düşüncənin üzərində həmin anda özünə dayan, stop deyib yeni bir şey düşünməli. Yəni zehnini idarə edəcəksən. Duyğuların səni əsir almasına icazə vermədən öz düşüncələrini idarə edəcəksən. Buna borclusan, yəni buna məcbursan. Əgər həyatının qaydasına düşməyini istəyirsənsə, buna məcbursan. Başqa yolun yoxdur. Başqa bir şəkildə bunu qaydaya qoya bilməyəcəksən. Başqa yol yoxdur. Əgər varsa, bunu axtarmağı düşünürsənsə, bu sənin sadəcə ömründən, həyatından günlərini alar. Yəni 100 illərdir, 1000 illərdir insanlar bununla məşğul olur, bunun üzərində çalışır və tapılan ən yaxşı yollardan biri budur. Bütün meditasiyalar, bütün çalışmalar, ümumiyyətlə psixoloji yanaşmalar, terapiyalar hamısı buna xidmət edir. Düşüncəni dəyişəcəksən. Fərqli baxış bucağından baxmağı öyrənəcəksən. Bunu bacardıqda artıq o dəyişim çox gözəl bir şəkildə baş verir. Daha sonra səni transformasiyaya aparan, real dəyişimi sənə göstərən şeylərdən biri də hər şeyin birdən-birə olacağını gözləməməkdir. Tədricən olacaq. Yəni gözləmə ki, məsələn, başqasının həyatından 3 saniyə, 20 saniyəlik, 30 saniyəlik reels izləyib, hə, bir il içində həyatımda bunlar dəyişdi dediyi bir videonu izləyib də, bəs məndə niyə dəyişmir deyə qaralar bağlamaq lazım deyil. Tədricən olacaq, yavaş-yavaş olacaq. Bayaqdan saydığımız 6 mərhələ var idi və onların da yanında danışdıq ki, məsələn, bunlar olmalıdır ki, sən bunları yaşayasan, çevrilmə yolları. Bax, onlar hamısı tədricən olacaq. Bu qapılar elə bil ki, Məlik Məmmədin nağılındakı kimi bir-bir açılacaq o qapılar. Sən birdən-birə bütün bu dəyişimi əldə etməyəcəksən. Bugün mən sizə danışanda çox yaxşıdır, hamısı birdən-birə ötürürəm sizə. Amma bunların hər birini görmək, bu qapıları da mənim də tək-tək açmağım birdən-birə olmuyor. Tək-tək. Yəni indi danışıram, siz bunları hələ həyatınızda yaşamamış ola bilərsiniz, artıq yaşamış ola bilərsiniz. Bu anda başa düşür insan
ki, hə, həyatda belə şeylər var, deməli mən bunu yaşayacağam, bundan sonra bu olacaq. Amma bir də özünü onlar yaşadıqda bambaşqa bir aydınlanma olur. Artıq bütün daşlar yerinə oturur. Deyirsən ki, "A, indiyə qədər bütün kitablar bunu deyirmiş. Bütün həyatda hamı bunu izah etməyə çalışırmış. Artıq bu yolu keçənlər bunu öyrətməyə çalışırmış" şəklində bir sanki puzzle-ın son parçası da yerinə qoyulur. Amma əmin olun ki, oradakı o son parça deyil. Hələ böyük rəsmdə daha böyük hissələr var. Tapıb yerinə qoymanız gərəkən. Bu yolda sizə çox böyük bir yol yoldaşı olacaq. Prosesin biraz zaman aldığını qəbullanmaq. Yəni sizin fərqindəliyiniz, sakinliyiniz, hər şeyə daha fərqli bucaqda baxa bilməyiniz biraz zaman alacaq. Bu tədricən formalaşacaq. Çünki bu gün neçə yaşındasansa, indiyə qədər gətirdiyin böyük bir inanclar var. Onları birdən-birə yerlə yeksan etmək mümkün deyil. Yəni bu bir çöküş olar insan üçün. Yəni sən indiyə qədər olan bütün dəyərlərini yerlə yeksan edib bambaşqa bir şey qurmaq, bu çox da asan bir şey deyil. Tədricən olacaq. Bir-bir, yəni diri qalalar fəth olundu, bir-bir alındı, eyni şey. Və bayaqkı Məlik Məmmədin qapılarını açmaq kimi hər qapını tək-tək açacaqsan. Kimin həyatında daha çox olur? Bəzimiz 40 qapı açırıq, bəzimiz 5 qapı açırıq. Artıq bu şəxsi təcrübəyə görə dəyişən bir şeylərdir. Və sən bütün bunları bacardıqdan sonra həyatının güclü mərhələsinə gəlib çatırsan. O güclü nöqtəyə gəlib çatırsan. Artıq başa düşürsən ki, hər şey qəbullanışdadır. İnsanları mühakimə etmək sənə bir şey verməyəcək. İnsanları günahlandırmaq sənə bir şey verməyəcək. Ağrı da, acı da, sevinç də, kədər də, hamısı sənin üçündür. Hamısını yaşamaq lazımdır. Sonra enerjini idarə etmək sənin əlindədir. Zehnini idarə etmək sənin əlindədir. Bütün bunları insan qəbul edir və o aydınlanma anı deyilən şey orada tam şəkildə insanın özünü görməsinə səbəb olur. Özünü görürsən və sanki bir dağa çıxırsan, artıq zirvədəsən, tam zirvəyə çatmısan və geriyə baxdıqda nə qədər çətin yollardan keçdiyini görürsən. Nələri atlatdığını görürsən, kimləri geridə qoymalı olduğunu görürsən və yanında kimlərin olduğunu görürsən. Həyatı anlamlı edən, həyatı dəyərli edən şeylər də məhz bizim təcrübələrimizdir. Həyatda yaşadığınız şeylərin hamısının sizin təcrübəniz olduğunu qəbul edərək dəyərini verin. Onu həqiqətən dəyərli hala gətirin. Çünki hamısı sənə xidmət edir. Bayaq dediyim kimi, sevinç də, kədər də, acı, şənlik, hər şey sənin üçün idi. Birini kənara qoyub, yox bu mənim deyil, bu mənə aid deyil demək, o səni tam hiss etdirməyəcək. Hər şeyinlə özünü qəbullanmaq məhz budur. Və bu anda insanda eyni zamanda çox güclü bir özgüvən formalaşır. Və səndə özgüvən də formalaşdığına görə özünü daha güclü hiss edirsən. Və bundan sonra belə deyək ki, dəyişən şeylər, məsələn, artıq yeni insanlar gələcək bu mərhələdə həyatına və sən onlar çox da belə deyək də, əm, çox bəlkə başa düşmədən artıq onun sənin həyatında rolunu görməyə başlayırsan. Hə, bu insan məni yoracaqmı, yoxsa yormayacaqmı? Mən bu insanla bir müddət yol gedə bilərəmmi, gedə bilmərəmmi? Artıq sən də bir insan sərrafına çevrilib bunları tanıyacaqsan və bu da görürsən, sənin məhz özünü tanımağınla olacaq. Çünki insan özünü tanımadıqca ətrafda heç bir şeyi normal olaraq dəyərləndirib qiymətləndirə bilmir. Çünki sən hələ özünü dəyərləndirib qiymətləndirə bilmirsən. Kənarı necə görə biləcəksən? Bu da bizi bax bayaqkı cümləyə aparır. Yaşadığın hər şey sənin üçündür. Hamısı səni müəyyən bir dəyişimə aparır, müəyyən bir inkişafa aparır. Bunların heç biri boşu-boşuna baş vermir. Hər şey sənin üçündür. Hər şey sənin həyatını daha da dəyərli hala gətirmək üçün baş verir. Qəbullanacaqsan və bütün bu gözəl şeylərin baş verməsinin biraz zaman aldığını, tədricən formalaşdığını qəbul edib, edə biləcəyin ən yaxşı şeyləri edib həyatının dadını çıxarmağa baxacaqsan. Bugünlük deyəcəklərim bu qədər. Ümid edirəm ki, sizin üçün aydınladıcı bir podkast oldu. Suallarınız olarsa, bəydə yazın.
Teşekkür ederim.